Hamınıza salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərim, gözəllərim. Deməli, biz gedirik Qəbələyə. Qısa yoldan başlatmaq istədim. Vlog başlatmaq istədim qısa. Biz toya dəvətliyik, əsgər yığıncağına, ora gedirik. Yoldaşımın əmisi oğlugindən gedirik. İnşallah bütün əsgər balalar sağ-salamat gedib gəlsin. Bir maşın qərara verdik ki, gedək. Ona görə də yoldaşımın əmisi oğlu öz həyat yoldaşı ilə, mən yoldaşım və Aylin Dəniz və Fidanı aparmadım. Çünki qısa bir 2 günə qaydırıq. Yəni qısa oldu getməyimiz. Ona görə inşallah gələn səfər aparacağım. Burada da belə qısa toy süfrəmiz, nə bilim, burada həyətdə görülən işlər. Yoldaşım orada siyahı yazır. Toy siyahısı burada həyətdir. Çıxmışam biraz mağaradan ki, hava alım, çiçəklərə falan baxım. Bu da bizim toy mağarımızdır. Belə palatka toyunu çox sevirəm, həyət toyunu. O qədər restoranda olmuşuq ki, yəni mənə həyət toyu xoş gəlir. Bu da mağaranın arxa hissəsidir. Belə Allah bütün əsgər balaları qorusun. Qorxursan? Hə. Aylin peçə sarfetka salır. Amma qorxur. Ay, ilişdi. Ver mənə. Alım. Qəşəng odun peçi. Mam göz. Yanma. Mənim o da Sarfetka burada tüstülədin. Az. Onlara. Mən çox bacarmıram. Bunu qoy yer aşkım. Mama bunu bura koy. Odun peçimiz. WhatsApp videosu çəkirdim. Ona görə. Baxın, odunumuz qoymuşuq. Bu gecəni bizə bəs eləyəcək. Belə. Bəsdir. Gülayla Ayliş yatmağa hazırıq. Hə, qızlarım. Mən Qəbələyə gələndə qızlar, Gülay mənim qızım olur. Ancaq Aylişlə oynayır, yatır. Gəl. Kuxnada işlər davam edir. Üşqulaq qızardırıq. Bilirsiniz, Qəbələnin olmazsa olmazı. Mən əslində o belə çevirəndən eləyirəm. Qaynanam qızardırdı əvvəli. Sonra o cücələrinə baxmağa getdi. İndi mən qızardım. Elə qaşıq qoymuşdu. Qaşıqla da davam eləyirəm. Bunları indi mən qoydum. Hə, qızarıb. Buna bax balaca. Mən bu arada qaynanamı sizə yeni mətbəxi göstərməmişəm, indi göstərəcəm. Elə bir yağ azdır, bir damcı salım. İstəyirəm hamısını düzüm. Dedi çünki hamısını qızart. Yağ uca kızıb, koyan kimi kızarıyor. Kızarsınlar. İşıqlı gündə ol. Sağ ol.
Dostum, canavar dostum. Limonlarımız. Koparttık. Çıktı o da. O yandakiler büyüktü. O da giden büyüğünde. Bakın görün ne güzeldi. Limonlarımız. Buradayken elə bu eyvanı göstərim. Yeni qoşulan izləyicilərimiz ola bilər. Deməli bu qaynanamgilin eyvanıdır. Böyük eyvandır. Yayda burada oturub çörək zat yeyirik. Qışda orada mətbəx var. Baxın qapısı. Mətbəxdə otururuq. Gördünüz. Deməli eyvandır. Buradan otaq var. Yatdığımız otaq, yəni orta ev. Burada gülləridir. Qaynanam gül həvəskarıdır. Baxın, hər şey. Hər növ gül var. Gülçülük mağazalarında heç bu qədər yoxdur. Bu nədirsə, bunu bilmirəm, bu təzədir. Nə qəşəngsən sən. Nə gözəlsən sən. Ondan mənə də keçib. Mənim mamam da gül sevir. Qaynanam da. Ondan mən də çox sevirəm. Bu limon ağacımızdır. Bundan 3 dənədir qaynanamda. İndi biri buradadır. O bir sərə başqa yerə qoyub. Kitayski roza. Baxın, quruya gəlib. Amma gəlib burada çiçək açıb. Allaha qurban olum. Nə olsa gözəldir. Nə etsə gözəldir. Bu balba növləridir. Balba deyirlər. Bu qara balbadır. Belə. Belə. Bu da balbadır. Bu gülü ilk dəfədir gördüm. Çiçəyi balba çiçəyinə oxşur. Amma başqadır. Bundan məndə var əslində. Amma heç vaxt açdığını görməmişdim. Buna baxın hələ. Görün nə gözəldir. Buna baxın. Çox qəşəngdir. Bu da. Bunlar da. Ay sizləri unutdum qızlarım. Buna baxın ən sevdiyim rəngdir. Bu da. Bu kəpənək gülüdür. Məndə də var idi, sonra yox oldu. Necə? Belə qışda hər qış ölürdü, çıxırdı, amma bu il çıxmadı nəsə. Dipçəyindən özü yox oldu. Bu da belə sarmaşıq kimi aşağı sallanır. Bundan məndə də var. Elə qaynanam vermişdi. O da ətir şahdır, özüyə əkib. Dipçəyə əkib. Bura belə bu eyvanımızdır. Buradan həyətə çıxışdır. Göstərim. Ayaq altımız, həyətimiz. İndi düşürəm həyətə də çəkiliş eləməyə. Biraz çəkəcəm. İndi belə görsənməyinə baxmayın. Yayda heç yer görsənmir. Hər yer gül çiçək ağacı olur. Bu da bir növ güldür. Bunu bilmirəm. Yəni tanıdığım bir gül deyil. Bu da balbanın belə iki rəngi açanıdır. Bu da bir növüdür. Bu eltim sevir bu gülü. Bu da mamanın. Bu nədir? Bu nədir? Az kələmdir. Kələmi qoyub ora. Bu nə eləmək istəyir görəsən soruşacağam. Bu da mamanın kaktusudur. Belə. Kaktus nə idi? Üzürlü sayan. Bitkinin adını unuttum. Ona bənzər bir şey. Siz yazarsınız. Burada budur. Bunu özü əkdi. Bu eltimin yenə sevdiyi gül. Qoymur atmağa. Qaynanam atmaq istəyirdi, qoymadı. Bunu da o sevir. Bunlar seyin növləridir də. Kaktusun növləridir. Bu da baxın. Oxşuyur. Bu da yekəf. Fikusdur da səhv eləmirəmsə. Bu da bu. Böyük. Belə. Bura mətbəxin qapısıdır. Bura digər otaqdır. Burada da kaktusun növləridir yenə. Kaktus özü. Baxın, məndə də belə olub nə qədər bala çıxıb. Bu da bir növüdür. Kaktusun deməli 1, 2, 3, 4. Bu da buna oxşuyur da. 4-5 növü var kaktusun qaynanamda. Belə, bunu göstərmişdim. Bu da çox qəşəng çiçəkdir. Belə, bu eyvanımız böyükdür. Buradan da mətbəxə girilir. Bu bir otaq. Bu ikinci otaq. Buradan o tərəfə bir dənə də eyvan, bir dənə də otaq var. Qoy onu da göstərim. Belə gəlirik. Bura bir otaqdır. Peç olan ev. İndi biraz şeydir.
Uşaqlar var. Uzanıblar, ona görə çəkmədim. Bu da növbəti bir eyvandır. Böyük. Burada da Eltimin otağıdır. Burada belə mənzərədir də. Adam burada. Çox xoşbəxt olur. Mən çox sevirəm təbiəti. Ona görə də mənə çox xoşdur. Ağac, alçaq ağacıdır. Nə qədər çiçəkləyib. Düşüb yaxından da çəkəcəm. Bu da qaynanamın mətbəxi. Buranı boş tutmaq mümkün deyil. Ona görə dedim qoy çəkim. O tərəfin işıqlarını yandırdım. Bu da qaynanamın mətbəxi, yeni mətbəxi. Burada belə şkaflar yığdırıb. Daha sonra burada peçimizdir. Heç onu görmüsünüz. Burada belə pərdə asıb qəşəng. Sonra belə mətbəxləri, mebelləri mübarəkdir. Paltaryanlarım. Nə silmişsizsə mebel parıldayır. Aferin sizə. Belə xeyirli olsun. İnşallah gəlin mebel gətirsin, onu çəkim. Xeyirlisi ilə. Eltimin bilirsiniz də 2 dənə oğlu var. Böyükdülər artıq. Burada da bu şkafın biri var. Bu o qədər qəşəngdir ki, bacı. Çox əlimizdən xeyli tutar. Bu da saatımız. Belə qəşəng. Paltaryanı, mənkindən də Samsung. Belə xaladenikləri. İndi tam orada qabları yumuşam. Tam indi yığmamışıq da yerinə. Nəyi qüsurludsa, üzürlü sayın. Qəşəkdir, çox xoşum gəldi. Həm mebelindən, həm belə. Bu da Novruz bayramımızdan qalma. Özümüz qoymuşduz, hə? Qəşəkdir. Bu da səmənimiz. Bu da pəncərəmiz. Bu tərəfdə masam. Hə. Yuskam. Belə etdim çay süzür. Belə mətbəx. Ha. Düşün heyətə. Pilikanlarımızdan. Düşün biraz sizə heyəti də çək. Galoşlar. Giyiniyoruz. Giyindik. Gedək. Belə böyükdür həyət. Orada təndirxanadır. Nəysə belə yığırlar, nə bilim nəsə lazım olanda qoyurlar. Əvvəl orada ocaq dayandırırıq, yayda falan. Belə nərgiz gülləri açıb. Çoxdur, amma açmayıb. Baxın. Bu qızıl göldür. Hə, elə ona düşmüşəm. Şənə quban. Deyir alçan şey. Bu da nərgiz gülüdür, nərgiz gülü. Nə baxın, nə qəşəng. Qızıl gül. Orada da nərgiz güllər var. Çox da amma niyə açmayıblar bilmirəm. Bəlkə də bu eyvanın, buradan da evin, məsələn, bunu da deyim. Evin 2 eyvanı var, 2 çıxışı var. Həm oradan həyətə çıxış var, həm bu eyvandan həyətə çıxış var. Belə, baxın, biraz da arxaya gedim. Baxın, belə. Evin 2 çıxışı var. Belə, bunlar hamısı nabotda ağaclar, güllər olacaqlar inşallah. Yayda gələndə sizə çəkəcəm. Əvvəlki izləyicilərim bilir, bu çəpərdən o yana diri əkmişdim qaynanam gel. Orada şaxlar da var hələ. Yayda məsələn oradan yığmışam da xiyar, pomidor, lobya orada. İndi yenə əkəcəklər inşallah. Bu da nərgiz gülümüz, amma açmayıbdı. Niyə açmamısan? Niyə açmamısan sən? Belə, bu da çiçəkləyir. Çiçəkləməyə doğru gedir. Baxın. Belə, bu təndirxanadır. Yəni, burada ocaq falan qalırıq. Bu belə, bu da qədiminin betonu, su betonu. Burada da nərgiz gülü.
Burada da güllər. Buranı, onu deyəcəkdim bayaq. Qaynanam baxın, Nərgiz güllərini çəpər salıb. Belə, bu çölə çıxış yolumuzdur. Belə baxın, çəpər salıb. Düz baş atan əkibdir. Düz baş atan əkib. Orada küçüklər var. Qaynım təzə gətirib bala itlər. Onlar da indi çəkəcəm. Eltim elə yemək verəcək. Südlü, nəsə çörək belə bir şey verirlər. Səhər-səhər yeməyə. Baxın, burada tumurcuq atıb. Açacaq inşallah. Belə, burada quş yuvamız. Getirəm indi alçanı da çəkim. Bu alma ağacıdır. Bu belə. Çəpərdir. Qızılgül. Buraları məsələn belə açıq görürsünüz. Yadınızda saxlayın. Yayda, amma buralar elə olacaq ki, hamısı gül çiçək, heç ev itir, görsənməyəcək. Ev itəcək. Belə burada da gülləri falan var belə. Bu ətirşahdır, yerə əkib. Burada da var ətirşah. Belə, siz bu cənnətə baxın. Siz bu gözəlliyə baxın. Alça ağacı. Ne qəşəng dayanıqlar, bu da sevirəm. Belə qala da həmişə. Çox qəşəngdir. Çox xoşuma gəlir. Bilirsiniz necədir? Məsələn, bəzisinə bu sadə bir ağacdır da, bu qədər abartma, o elə deyil. İnsanın qəlbi qəlbdən baxanda gözəl görürsən. O qədər sənə ləzzət eləyir, o qədər sənə xoş gəlir. Yəni hər şeyə ürəyin gözü ilə baxmaq lazımdır. Əgər bir dənə ağacdır deyib keçsək, bu həyatda heç nəyin dadını çıxartmasaq nə oldu ki da? Bu gözəllikləri görməmək, bu gözəlliklərə dəfələrlə baxmamaq, bunları oxşamamaq günahdır. Nə qəşəngsən, sən nə gözəlsən. Belə. Bu da tavuklar. Tavuklar genəlliklə aşağıda olur. Bura çox keçmirlər. Buranı örtür qaynanam. Çünki gülləri, iştilləri yeyirlər. Bu da ayaq yolunun pəncərəsi. Daha yəni orada çıxış var. Koridor, əl yumağa yer. Buradan keçək. Burada sizə göstərmişdim keçən səfərdə gələndə. Bu il Qəbələ çəkilişləri mövsümlü oldu. Yayda çəkmişdim. Payızda, bu yazda, qışda da çəkmişəm. Belə. Qışda da çəkmişəm, yayda da çəkmişəm, payızda da çəkmişəm, bu da yazda. Burada tavuklardır, bura kuxnanın pəncərəsidir. Bura odunu yığıb, buradan içəri. İçəridə yəni odunu belə yığmağa ehtiyac yoxdur da. Buradan elə pəncərəni açıb bir-bir alırıq. Eltim gələ, hamısını belə yığırlar. Həyətin işi çoxdur. Eltim yorulur, qaynanam biraz narahatdır. Çox işə yəni əvvəlki kimi özü gedə bilmir. Ona görə də, burada da var. Hələ biraz qırıb başların. Ona görə də həyətdir, bacadır, toyuq, cücə, hamısı çox vaxt tələb eləyir. Hamısına vaxtın gedir. Hamısı bir işdir də, tutmaq lazımdır. Allah eltimə də, kətdə yaşayan hamıya da güc qüvvət versin, işini başa vurmağa. Bu da tavuklar. Qıt qıt qıt. Tavuklar. Hünçkalar yoxdur. Hünçkalar olanda məndən bərabər danışırdı. Baxın, bu da alça ağacıdır. Bu hələ tam çiçəkləməyib. Oradakı vapşım çiçəkləyib. Bunlar məndən qorxurlar. Burada da bu kəndi içəriyə su ötürür motorla. Daha sonra burada odun kəsilir. Bu təndirimizdir. Yayda çörək yapırdıq, yadımızdadırsa. Ora toyuqların evidir. Mən ora həmişə toyuqların mənzili deyirəm. Burada da odun doğrayıb içəri aparırlar. Belə.
Bu xərəkdir, xərəyə vururlar. Odunu səhv demirəmsə. İndi mən hamısını deyə bilmirəm. Çünki mən heç vaxt yaşamamışam. Bu şeylərlə heç vaxt məşğul olmamışam da. Ailəli olandan sonra daha çox mən rayona, mən Şamaxıya bilirsiniz, o qədər də gedən olmamışam da. Mən 3 yaşım, 4 yaşım olanda Bakıda yaşamışıq. Və necə deyim, təsadüfən Şamaxıya, yəni ildə bir dəfə nəysə gedəndə toya, bayrama və yaxud da qəbr üstünə ziyarətə, o da bir gün, 2 gün, uzağı 3 gün qayıtmışam. Məsələn, indi evlənəndən sonra Qəbələyə gəlib bir həftə, 10 gün, bir ay qaldığım zamanlar olur. Bəzi şeyləri öyrənirəm atdan ki, necə olur, necə, nə deyirlər. Buna xərək deyirlər, səhv eləmirəmsə, odun xərəyi. Bu təndirimiz dedim. Burada da Baykallar. Kız birimizin adını unuttum. Baykal. O birisi nə idi? Deyim, bacı da yox deyə soruşum. Bacı Eltimə deyirəm. Məndən böyükdür. İkisi də mən balaca Eltiyəm, bilirsiniz. Baykalla bilirdim. Biri Baykaldı bunun. Tanış olun. Biraz yaxınlaşdırım. Biri Baykaldı. Biri də çox uysal heyvanlardır. Bunlar belə bağlı olmağına baxmayın. Axşam açılır, səhər-səhər bağlanır. Belə toyuq cücəyə gələn insana heç nə ziyan vermirlər. Amma ora-bura gedirlər, necə deyim, olur da, itməsinlər deyib bağlanılır. Ki, həm də ki, çox pis heyvanlara rast düşməsinlər, yəni dalaşmasınlar, ona görə gündüz bağlı qalırlar, gecə açırlar, həyətdə bacada hərənirlər. Gündüz yenə bağlanırlar. Neyi çəkmədim, burada paltarlarımızı sərmişik. Eltim paltar yuyub, sərib. Belə onlar qonşulardır. Meyvə falan indi yoxdur, bilirsiniz, çəkməyə, yayda olacaq inşallah. Buradan belə çay gedir. Dağlara baxın. Hər yer ağac. Hər yerdir. Burada laf duman da var. Qəşəng görünür. Belə. Belə gedim evə. Görüm neyinirik. Cənnət. Baxıb gəzməyə düşüb. Ayakkabılarımı çekmen öyle. Palçıq olublar olsun da. Düşmeye bakar. Mən qaloşda, sən ayaqqabıda deyəm. Bizim uyum. Toyuq yumurta. Hə, tük yığıb da. Toyuq yumurtadır hələ. Yolanı bak. Bak daha çekti ora. İçəridə görsənəri. Və oradadır, o vedrələrdən baxın, yuvalardır. Bunlara bax. Niyə getdin? Niyə ayrıldıq biz? Gəl bundan şəkil çəkdirək. Buna bax. Çek. Sən çək, özüm düşmürəm axı. Qoy videodan çıxım onda. Video dedi o.